Bu ondan xəbər verir ki, Ukraynanın raket potensialı artır, özünün də istehsalı var və Amerikadan, Avropa dövlətləri ilə hərbi əməkdaşlığı getdikcə genişlənir. Bu günlərdə Volodimir Zelenski Ukrayna prezidentinin Avropaya səfəri çərçivəsində Fransada da oldu və Fransa ilə də ciddi bir anlaşma imzalandı ki, Fransa da Ukraynaya Rafael hərbi təyyarələrini verəcək. Yəni Avropa çox narahatdır vəziyyətdən, çünki Rusiya işğalı genişləndirməyə çalışır. Heç bir atəşkəsdən və sülhdən söhbət gedə bilməz. Baxmayaraq ki, indi Tramp nəsə yeni ideyalar ortaya atıb, bu haqda sonra istəsəz danışarıq. Mütləq danışacağıq, bəli. Amma fakt ondan ibarətdir ki, Ukrayna təslim olmayacaq. Ukrayna ilə bu raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməklə Vaşinqtona da bir mesaj göndərir ki, yəni bizi siz belə deyək, biabırçı sülhə sürükləyə bilməzsiniz. Yəni bu təkliflər, dırnaqarası təkliflər necə hazırlanıb, kimlər tərəfindən yazılıb, çizilib, bunu söyləmək çətindir. Çünki inanmıram ki, Dövlət Departamentinin diplomatları, Pentaqonda oturanlar belə biabırçı təkliflər hazırlayardı. Bu yəqin çox belə dar çərçivədə Trampın ətrafında bir-iki neçə nəfərin dar çərçivədə hazırladığı təkliflərdir ki, əsas qayələri müharibəni nə yolla olursa olsun dayandırmaq, Rusiyanın istəklərini yerinə yetirmək və beləcə Trampın verdiyi vədinin icrasını da təmin etməkdir ki, o prezident olduqda müharibəni dayandıracağını vəd etmişdir. Amma bu təkliflər məncə yəni işləməyəcək. Bunu heç Ukrayna da özünə hörmət edən heç bir prezident bunu qəbul etməz. Yəni çox biabırçı və onda belə çıxır ki, Ukrayna nəyin uğrunda savaşır? Əgər bu cür güzəştlərə gedəcəksə, ərazi bütövlüyündən imtina edəcəksə, rus dilini yenidən ikinci dövlət dili elan edəcəksə, onda bu elə əvvəlcədən təslim olardı da. Yəni da bu qədər itki nəyə verirdi? Yəni inanmıram buna Ukraynada kimsə razılaşa və burası da mənim üçün maraqlıdır ki, bunu bilə-bilə niyə belə təkliflər hazırlayıblar və sonra da sızdırıblar və kimin nəbzini yoxlayırlar. Əlbəttə bundan sevinən ancaq Putin və onun rejimi ola bilər. Və elə Putin görünür ona görə bu bir neçə həftə öncə öz yaxın adamını Ağ Evə göndərmiş. Elə bu məsələləri danışırdılar. Güya Putin güzəşti nə olacaq? Ukrayna bu qədər geri addımdan atandan sonra da Rusiya tutaq ki, Xerson və Zaporojyenin tamamına iddia etməyəcək. Yəni çox gülməlisən, başqasının ərazisini işğal et. Hələ denən ki, biraz da işğalı genişləndirməyirəm. Olanla razılaşıram və Ukrayna da bu işğalı tanımalıdır. Yəni bu Avropada narazıdır bu. Artıq Kaja Kallas, Avropa İttifaqının xarici siyasət məsələləri komissarı da öz etirazını bildirib. Kiyev də buna razılaşmayacaq. Yəni yenə də havada qalacaq təkliflərdir. Bir həftədən sonra bu təkliflər də arxivə atılacaq. Əgər həqiqətən məntiqlə Trump öz təkliflərinin Kiyev tərəfindən qəbulunu istəyirsə, silah verilməsini dayandırmalı idi. Amma məsələ burasındadır ki, Trumpın ticarətçi tərəfi də var. Axı bu pulsuz vermir bu hərbi texnikanı. Avropa bu hərbi texnikanı Amerikadan pulla alır, ötürür Ukraynaya. Yəni Ukrayna o qədər maliyyəsi yoxdur ki, bu bahalı raketləri Amerikadan alsın. Amerika pulsuz artıq Ukraynaya heç nə vermir. Bunun pulunu da Avropa ödəyir. Yəni əslində Trump həm də qazanır. Trump administrasiyası ölkəsi üçün həm də maliyyə qazandı. Ukraynaya bir tərəfdən güya müharibəni dayandırmalıdır, amma digər tərəfdən müharibədən həm də qazanc əldə edir. Çünki bu raketlər, hərbi texnika Avropa pulla alır, ötürür Ukrayna. Nə bundan vaz keçə bilir, nə də vədi var ortada qalıb onu yerinə yetirməlidir. Yəni ikisindən birini seçməlidir. Əslində amma seçə bilmir, hər ikisindən istifadə etməyə çalışır. Bu da onun belə deyək də ciddi olduğuna şübhə yaradır ki, nə dərəcədə bu təkliflərində Ağ Ev sahibi ciddidir. Çünki biz görmüşük də, yəni bu hakimiyyətə gələndən sonra, prezident seçiləndən sonra çox belə təkliflər olub, çox belə gediş-gəlişlər olub, planlar hazırlanıb, amma heç biri bildiyiniz kimi heç biri işləməyib. Putin hətta Amerikaya dəvət etdi, Alyaskada görüşdü. Yəni nəticə yoxdur. Yəni ona görə bu təkliflərin də belə deyək də həyata vəsiqə qazanacağı mümkün deyil. Rusiyanın strateji mərkəzləri, məntəqələri, yenidən yanacaq mərkəzləri vurula bilər. Yəni Ukrayna bunu edəcək ki, Amerikaya bir mesaj göndərsin ki,
mən Ukraynaya həm sənin raketlərindən də zərbə endirəm, həm də əlimdə olan raketlərini və müharibəni bu biabırçı şəkildə dayandırası deyiləm, sənin təkliflərin əsasında. Ona görə bəli, yəni Ukrayna əlində olan imkanların hamısından istifadə etməyə çalışacaq. Rusiya da Ukraynanı vurur, yəni dünən də yenə də xeyli mülki insan həlak oldu. Yəni Rusiya da əlbəttə ki, raketlərlə vurmaqda davam edəcək, amma Ukraynada dayanan deyil. Ukraynada da qış ayları artıq yaxınlaşır. Belə deyək də, Rusiyanın işğal əməliyyatının genişlənəcəyini düşünmək bir qədər proqnozlaşdırmaq çətindir. Yayda əslində böyük uğura ümid edirdilər, amma yayda da istədiklərini almadılar. Düzdür, indi Pokrovsk ətrafında vəziyyət son dərəcə gərgindir. Amma hələ Ukrayna Pokrovskdan da tam imtina etməyib belə baxanda, ordusunu oradan çıxartmayıb. Müqavimət hələ də davam edir və bütün cəbhə boyu da müqavimət davam edir və Ukrayna fəallığını artıracaq ki, Trumpa sübut etsin ki, yəni biz o qədər də belə deyək də, ağır vəziyyətdə deyilik ki, sənin təkliflərin əsasında Rusiya qarşısında ağ bayraq qaldıraq. SSR dağıldıqdan sonra Rusiyada olduğu kimi Ukraynada da bir oliqarxik sistem formalaşdı. Və bu oliqarxik sistem hakimiyyətlə təmaslar qurdu, korrupsiyaya bulaşdırdı hakimiyyət üzvləri. Keçmiş prezidentlərin dönəmlərində də buna çox rast gəlinirdi. Misal üçün, Kuçmanın dövründə 90-cı illərin sonunda, Yanukoviçin dövründə, onlar özləri də, ətrafları da korrupsiya bataqlığı içində idilər. Zelenski hakimiyyətə gələndən sonra, yəni korrupsiya qalmaqalları yaşanmırdı Ukraynada. Çünki özü korrupsiyaya bulaşmamışdı, özün bəli, gəliri var idi, amma bu gəliri yəni o alnının təri ilə qazandığı pullar idi. Və siz haqlısınız. Yəni indi bu məsələ üzə çıxıb, Avropada bəli, bu suallar yarana bilər ki, biz ağır vəziyyətdə olan Ukraynaya maliyyə yardımı ayırırıq ki, müdafiə gücünü artırsın. Amma baxın, bəzi komitə rəhbərləri, bəzi nazirlər görün nə işlə məşğuldur. Eyni sualı cəbhədə savaşan Ukraynalılar da verə bilər. Onlar da düşünər, yaxşı, biz canımızdan keçirik, ərazi bütövlüyü uğruna savaşırıq, məhrumiyyətlər üzləşir. Kimsə amma Kiyevdə oturub pul qazanır, kef eləyir, ailəsi varlanır. Ona görə Zelenski çox təcili addımlar atdı və doğru da etdi. Yəni bu məsələ, yəni o iki komitə sədri vəzifəsindən dərhal uzaqlaşır. Yəqin onlara cinayət işi açılacaq. Üstəgəl də içərilərində biri Zelenskiyə keçmişdə dostluq münasibətləri də var. Zelenski bunu da göstərdi ki, bu məsələlərdə o dost tanımır. Onun üçün ölkəsinin milli və təhlükəsizlik maraqları ön planda dayanır və doğru da etdi. Məsələn, Kuçmanın dövrü olsaydı, Kuçma yəqin bu korrupsiyaların üstünü örtməyə çalışardı, əgər dostları olsaydı. Amma Zelenski bunu etmədi, çünki Zelenski vəziyyəti daha ağırdır. Bir var, sülh dövründə ölkədə korrupsiya olar. O da doğru deyil, mübarizə yapır. Bir də var, sən müharibə aparan ölkənin prezidentisən və sənin ölkəndə bu korrupsiyalı varsa, bu sən zəif nöqtəndən vura bilərlər. Rusiya da vura bilər, söhbət hərbi zərbədən getmir, siyasi və diplomatik zəmində. Sənin nüfuzdan sala bilərlər, sənin müdafiə qabiliyyətin azala bilər. Amerikada eyni sualları verir, Avropada. Ona görə bu suallar yaranmasın deyə Zelenski təcili addımlar atdı və hesab edirəm ki, bir də bu korrupsiya qalmaqalların yaşanmaması üçün ola bilsin ki, maliyyə resursları üzərində nəzarət də gücləndirilsin.